Bu kadrlara tamaşa edən, təqsiri olan digər şəxslər də dərindən düşünməlidirlər. Onsuz da bu cinayetin demək olar ki, bütün təfərrüatı artıq istintaqa məlumdur. Nə qədər gec deyil, təqsirkar şəxslər özləri könüllü gəlib müraciət edərək istintaqa ifadə versinlər. Söz verdim, ona da doğrudan da gönderdim. Ne kadar? 100 bin gönderdim. Sonra xəbər gönderdik ki, mənə biz 100 bin davamız. Deməli 2 dəfə 100 min verdiğinizi etiraf edirsiniz. Və Milli pul da var ha. Milli pul. Milli pul neyindir? Ha bu dolar. 5-ci ilin oktyabrın 3-də Fikrət Yusifov Berlin şəhər gedişində aparılan axtarışlar zamanı Əli İnsanov Çok diyor. İkisi de kanunlarına da fikir verirler. Elmen acaba gözünle böyle götürür. Brilliant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara Böyle şey ne değil? 17 ədəd qiymətli rəsmləri, zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar, Səhiyyə Nazirliyinin idarə rəisi, Akif Məhərrəmovun mənsulindən 1 milyon 217 min ABŞ dolları, xidmətli iş otağından isə 8900 ABŞ dolları aşkar edilərək götürülür. Görəsən Fikrət Yusifova asanlıqla verilən bu pullar hansı yollarla əldə olunur? O suvinirmiş. Nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50.500 ABŞ dolları, 6.000 avro və 860